Salam müəllimlər, mən bugün sizə texnologiya bələdçisi test toplusundan 5-ci sinif mövzu 4-ə qədər testlərin izahını verəcəyim. İnsan tərəfindən məlumat və xidmətlərin yaradılması prosesi necə adlanır? Bildiyimiz kimi insan tərəfindən məlumat və xidmətlərin yaradılması prosesi dedik necə adlanacaq? Texnologiya adlanacaq. İkinci sualımız isə ondan ibarətdir ki, kommunikasiya texnologiyalarına aid deyil. Kommunikasiya texnologiyalarına radio, internet, telefon, faks bunlar aiddir. Ancaq modem isə kommunikasiya texnologiyalarına aid deyil. Texnologiyalar hansı qruplara bölünür? Dedik ki, texnologiyalar dünyası desə 2 qrupa idi. Təbiətin bizə bəxş etdikləri insan tərəfindən yaradılanlar. Ancaq burada deyilir ki, texnologiyalar hansı qruplara bölünür? Bu zaman götürəcəyim müasir texnologiyalar, kommunikasiya texnologiyaları və nəqliyyat texnologiyaları. Müasir texnologiyalara aid olmayanı seçin. Bildiyimiz ki, müasir texnologiyaya aid olmayan çəkicdir. Ta qədimdən çəkicdən istifadə edilirdi. 5-ci sualımıza baxaq. 5-ci sualda isə deyilir ki, pəzdah haqqında söylənilən fikirlərdən hansı yanlışdır? Pəzdah hazırlanacaq detal üçün seçilmiş müəyyən ölçüm materialdır. Bu düzdür. Bir pəzdahdan bir neçə detal əldə etmək mümkündür. Bəli, pəzdahın ölçüsü detalın ölçüsündən böyük olmalıdır. Bu da düzdür. Pəzdahın ölçüsü detalın ölçüsünə bərabər olmalıdır. Xeyr, bərabər olmalı deyil. Hazırlanacaq detal üçün seçilmiş pəzdah keyfiyyətli olmalıdır. Bəli, bu da doğrudur. Yanlış variantımız D variantı oldu. Pəzdah nədir? Pəzdah isə hazırlanacaq detal üçün seçilmiş müəyyən bir ölçülü materialdır. Digər variantlara da baxaq. Nə deyilir? Əməliyyatların ardıcıllığı göstərilir. Xeyr, pəzdah detaldan fərqlənməyən bərk materialdır. Bu da yanlışdır. Fanerdən və istənilən bərk materialdan eyni ölçülərlə hazırlanmış detal formasıdır. Bu pərgar deyil, ülgüyə aid olan bir hissədir. Detalların məlumat halına birləşməsidir. Bu isə yığmadır. Yığmaya aid olan bir cavabdır. Doğru cavabımız A variantı oldu. Bunun nəticəsində biz istənilən informasiyanı uzaq məsafələrə ötürə və ala bilirik. Nə idi? Bu nə adlanırdı? Əlbəttə ki, bu kommunikasiya adlanırdı. Yəni, biz kommunikasiya texnologiyaları vasitəsilə istənilən informasiyanı uzaq məsafələrə ötürə və yaxud da ki, ala bilirik. Keçirik növbəti testimizə. Məlumatların hazırlama prosesi hansı texnoloji əməliyyatlardan keçir? Mən izahda da qeyd etdim ki, əgər hazırlanma mərhələsi desə, layihələndirmə, hazırlanma, istismar götürəcəyin. Ancaq burada deyir ki, məlumatın hazırlanma prosesi hansı texnoloji əməliyyatlardan ibarətdir? Texnoloji əməliyyat deyəndə artıq burada götürəcəyin pəzdahın mişarlanması, deşiklərin açılması, məlumatın cilalanması və rənglənməsi. Texnoloji xəritə nədir? Texnoloji xəritə əməliyyatların yalnız icra ardıcıllığı göstərilir. Hansındaydı? Bu marşrut xəritəsidir. Əməliyyatların ardıcıllığı, bax, doğru cavabımız, bəli, B variantıdır. B-dir. Ətraflı yazılırsa, bu texnoloji xəritədir. 10-cu sualımız, yalnız əməliyyatların icra ardıcılığı göstərilir. Yalnız icra ardıcılığı deyirsə, bu zaman marşrut xəritəsini götürmək lazımdır. Yığma nədir? Detalların məlumat halına birləşməsinə isə yığma deyilir. A variantımız. 12-ci suala keçək. Texnologiya sözünün mənası nədir? Texnologiya sözünün mənası Yunan sözü olub. Texni, sənət, ustalıq, logos isə öyrənmək, eləyim deməkdir. Y variantı. Texnologiyalar dünyası neçə hissədən ibarət? Bax, texnologiyalar dünyası biz dedik ki, 2 hissədən. İnsan tərəfindən yaradılanlar və təbiətin bizə bəxş etdikləri. C variantımız oldu. İndi isə uyğunlaşmaya baxaq. Təbiətin bizə bəxş etdikləri və insan tərəfindən yaradılanlar. Birinci baxaq ki, təbiətin bizə bəxş etdikləri. Təbiətin bizə bəxş etdikləri qar, dəniz, quş, insan tərəfindən yaradılanlar isə küçə, masa, otaq. 1-ə gedəcək A yox, B, C, F. B, C, F, 2-yə də
A, D, Y. C variantımız olacaq. C variantımız. Zaman keçdikcə insanlar yük daşımaq və səyahət etmək üçün nəyi təkmilləşdirmişlər? Nəqliyyat texnologiyalarını təkmilləşdirmişlər. A variantı. Məmulat hazırlayan zaman ilk hansı prosesdən başlayır? Əlbəttə ki, ilk hansı prosesdən başlamaq lazımdır? Onun layihəsini çəkmək lazımdır. 17-ci sualınız. Pəzdahın məmulata çevrilməsi nəyə uyğun olmalıdır? Pəzdahın məmulata çevrilməsi əlbəttə ki, texnoloji prosesə uyğun olmalıdır. Pəzdahın emal edilməsi və ondan məmulat hazırlanması üzrə əməliyyatların ardıcıllığı harada öz əksini tapır? Bu, deyir, məmulatın emal edilməsi, ondan məmulat hazırlanan əməliyyatlar ardıcıllığı deyirsə, bu, marşrut xəritəsində və texnoloji xəritədə öz əksini tapır. Bax bu, marşrut və texnoloji xəritə. Marşrut və texnoloji xəritə, baxaq görək, 2 variant olan var. Bəli, burada var. Y variantımız, Y variantıdır. Y variantı. Daha sonra uyğunlaşdırma istəyir. Marşrut xəritəsinə aid olan və texnoloji xəritəyə aid olanlara. Ancaq əməliyyatların icra ardıcıllığı deyilirsə, bu ancaq icra 1. Marşrut xəritəsinə aiddir. Əməliyyatların ardıcıllığı təfərrüatı ilə göstərir. Bu isə texnoloji xəritəyə aiddir. Pəzdahın qrafik təsviri yerinə yetirilir. Bu da texnoloji xəritəyə aiddir. Tətbiq olunan alət və tərtibatlar da göstərilir. Bu da eyni ilə texnoloji xəritəyə aiddir. 1-ə getdi A, 2-yə getdi B, C, D. A variantı. Pəzdahın ilk alınan hazır məmulat əldə edənə qədər onun üzərində görülən işlərin nizamlı ardıcıllığı isə texnoloji proses adlanır. Kommunikasiya texnologiyalarına aid olmayanı seçək. Kommunikasiya texnologiyalarına aid olmayan radio, televizor, telefon, faks, internet, elektron post, kompüter. Kompüter isə kommunikasiya texnologiyalarına aid deyildir. Məmulatın hazırlanması mərhələsinə aid olmayanı seçin. Dedi ki, məmulatın hazırlanma mərhələsi layihələndirmə, hazırlanma və istismardan ibarətdir. Layihələndirmə aiddir, yəni layihələndirmə doğrudur. Hazırlanması da doğrudur. İstismar da doğrudur, ancaq texnoloji xəritə isə ona aid deyildir. Əməliyyatların ardıcılığı ətraflı yazılır. Hər bir əməliyyatın icrasında pəzdahın qrafik təsviri verilir. İstifadə olunan alət və tərtibatlarla göstərmiş olur. Dedi ki, əməliyyatların ardıcılığı ətraflı, hər bir əməliyyatın icrasında pəzdahın qrafik təsviri, alət və tərtibatlar verilirsə, bu nə olurdu? Nəyin açar məqamı idi? Bu, texnoloji xəritənin açar məqamı idi. Deməli, bu, texnoloji xəritənin tərifidir. Nəqliyyat texnologiyalarına aid olanları seçək. Nəqliyyat texnologiyalarına aid olan gəmidir, qatardır, lokomotivlərdir ki, bunlar da nəqliyyat texnologiyalarına aiddir. 1, 3, 5. C variantımız. Keçirik ikinci mövzunun testlərinə. Hər hansı bir məmulatı hazırlanmazdan əvvəl nə etmək lazımdır? Hər hansı bir məmulatı hazırlamazdan əvvəl kağızda onun təsvirini çəkmək lazımdır. Eskiz nədir? Eskiz nədir? Eskiz məmulatın həcmli üst tərəfli təsviri, tərəflər arasında nisbət nəzərə alınmaqla lazımi ölçülər və məmulatın materialı göstərməklə əllə yerinə yetirilir. Bu eskiz deyil, bu texnika təsvirə aid olan bir hissədir. Bunu götürmürük. Məmulatın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik təsvirdir. Bu da çertyoja aiddir. Nisbət nəzərə alınmaqla və ölçüləri göstərməklə əllə yerinə yetirir. Bəli, bu doğrudur. Detalın bir tərəfdən görünüşüdür. Y variantına aiddir. Yəni, eskizə aid olan hissələri nisbət nəzərə almaqla və ölçüləri göstərməklə əllə yerinə yetirir. Digəri isə detalın bir tərəfdən görünüşüdür. Texniki təsvir nədir? Texniki təsvir dedik ki, tərəflər arasında nisbət nəzərə alınmaqla lazımi ölçüləri və məmulatın materialı göstərməklə əllə yerinə yetirilir. D variantı.
A variantına baxaq görək bəs nə deyirdi? Tərəflər arasında nisbət nəzərə almaqla, ölçüləri göstərməklə çertyoj alətlərini, bu çertyoj alətlərini deyirsə, bu yanlış cavabdır. Nisbət nəzərə almaqla və ölçüləri göstərməklə əllə yerinə yetirilən təsvir növüdür. Tərəflər arasında sözü yoxdur deyə bunu götürmürük. Çünki bu eskizə aid olan bir hissədir. Detalın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik təsviri, bu da çertyoja aid olan bir hissədir. Belə. Keçək, detalın çertyoju hansı görünüşü verilmişdir? Detal çertyojunun hansı görünüşü verilmişdir? Detal çertyojunun bu sol görünüşdür. Soldan görünüşdür. Sol görünüşü verilmiştir. Sol görünüşüdür. Daha sonra deyir, yanlışı seçək. Detalın konturu bütöv əsas xətlə göstərilir. Bəli, doğrudur. Detalın konturu bütöv əsas. Miqyas məlumatın həqiqi ölçülərini neçə dəfə böldüyünü və kiçildiyini göstərən ədəddir. Bəli, bu da doğrudur. Spesifikasiya məlumatın tərkibinin bütün mərhələsinə istifadə edilən əsas texnoloji sənəddir. Bunu hələ ki saxlayırıq. Detalın çertyojunun üst görünüşü var. Bəli, doğrudur. Təsviri böyütmək üçün 2-nin 1-ə, 4-ün 1-ə, 5-in 1-ə miqyasından istifadə edilir. Bəli, bu da doğrudur. Yanlış variantımız isə oldu. C variantı. Çünki niyə? Deyir ki, spesifikasiya məlumatın tərkibinin bütün mərhələlərində istifadə edilən əsas texnoloji sənəddir. Yanlış variantımız bu oldu. 30-cu suala keçirik. Məlumatın adını, formasını, ölçülərini, materialını və miqyasını, eləcə də bu məlumatın təşkil olunduğu detalların sayını və birləşmə növünü təyin etmək deməkdir. Bu nə idi? Müəllimələr, məlumatın çertyojunu oxumaq. Çünki deyir, detalların sayını və birləşmə növünü təyin etmək deməkdir. Bu olacaq məlumatın çertyojunu oxumaq. Məlumatın həcmli, üç tərəfli təsviridir. Lazımi ölçülər və material göstərməklə əllə yerinə yetirilir. Dedik, həcmli, üç tərəfli, material sözü varsa, bu nə olacaq? Bu olacaq texniki təsvir. Texniki təsvir. Hazırlanacaq məlumatın qrafik təsviri ola bilməz. Eskiz bəli aiddir, çertyoj da aiddir. Texniki təsvir də aiddir, ancaq texnoloji proses qrafik təsviri ola bilməz. Texniki təsvirə aid olanları seçək. Gəlin baxaq görək nələr aiddir. Nisbət nəzərə alınmaqla və ölçüləri göstərməklə əllə yerinə yetirilir. Xeyr, bu eskizə aid olan bir hissədir. Çünki niyə? Nisbət nəzərə almaqla, tərəflər arasında nisbət nəzərə almaqla desəydi, onda biz texniki təsviri götürərdik. Detalın bir tərəfdən görünüşüdür. Bu da aid deyil. Bu da eskizə aid olan bir hissəsi. Detalın üst tərəfdən görünüşüdür. Bəli. Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilən təsvirdir. Çertyoj alətlərindən də dedik ki, çertyojun çəkilməsində istifadə edirik. Yalnız 3-ü götürəcəyin. Yalnız 3. Məlumatın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş şərti qrafik yerinə yetirilmiş təsvir hansıdır? Yəni şərti qrafik təsvir. Bu isə çertyojdur. Nisbət nəzərə alınmaqla, ölçüləri göstərməklə əllə yerinə yetirilir. Hansı təsvir olacaq? Bu eskizdir. Çünki nisbət nəzərə alınmaqla deyir. Tərəflər arasında demir, nisbəti deyir. B. Eskiz. Uyğunlaşdırma testi olacaq. Uyğunlaşdırmaya baxaq. Texniki təsvir, eskiz və çertyoj. Detalın bir tərəfdən görünüşüdür. Bu eskizə aiddir. 2 eskiz. A. Eskiz. Texniki təsvir, detalın üst tərəfdən görünüşüdür. Bu texniki təsvirdir. Çertyoj alətlərinin köməyi ilə yerinə yetirilir. Bu çertyojdur. Tərəflər arasında nisbət nəzərə alınmaqla, lazımi ölçülər və məlumatın materialı göstərməklə əllə yerinə yetirilir. Bu da texniki təsvirə aid olan bir hissədir. Nisbət nəzərə alınmaqla, lazımi ölçülər göstərməklə əllə yerinə yetirilir. Bu isə eskizə aiddir. Deməli, 1-ə aid olacaq, texniki təsvirə aid olacaq. B, D, Y. B, D, Y. Qoy görək, elə variant var. Yenidən baxım, texniki təsvir dedik. Detalın üst tərəfdən görünüşüdür. B, tərəflər arasında D, D. 2 dənə, ikisini götürmüşük. B-dən D texniki təsvirdir.
eskizə aid olacaq detalın bir tərəfdən görünüşü, bir də Y. Nisbət nəzərə almaqla lazımi ölçülər göstərməklə əllə yerinə yetirir. Çertyoz isə dedik C. Çertyoz alətlərinin köməyi ilə yerinə yetirilir. Olacaq A variantı. Dəliyin görünməyən konturu, dedik ki, dəliyin görünməyən konturu işləyirik. Dəliyin görünməyən konturu, gizli konturu işləyirik. Uyğunlaşma testidir. Dəliyin görünməyən konturu, detalın konturu çıxarılan simmetri oxu. İndi bunları biz uyğunlaşdıraq. Dəliyin görünməyən konturu iştirikli. Detalın konturu bütöv əsas 2. Bütöv əsas. Çıxarılan bütöv nazik. Simmetriya oxu isə iştirik nöqtəli. İndi gəlin uyğunlaşdıraq. 1A, 2C hansı variant olacaq? 1A, 2C, baxın bir dənə. 1 dedik ki A, 1A, 2C, 3D. 1A, 2C, 3D, 4 isə B. Y variantı. Yenidən baxış keçirim. 4 isə B. Bəli. Y variantı olacaq. Doğru cavabımız. Simmetriya oxu hansı xətlə göstərilir? Simmetriya oxu dedik ki, bax, simmetriya bir söz, oxu isə iki söz. Yəni, yadınızda qalmırsa, bu qaydada yadda saxlayın. İki sözdürsə, yəni bunun qarşılığı da iki sözdən ibarət olmalıdır. İştirik bir söz, nöqtəli iki söz. B variantı. Verilənlərdən biri xətlərin növlərinə aid deyil. Bütöv əsas, bütöv nazik, iştirik nöqtəli, iştirikli, qırıq-qırıq paralel, bütöv əsas iştirikli, bütöv əsas, bütöv nazik, iştirikli, iştirik nöqtəli. Dedik ki, xətlərin belə bir növü yoxdur ki, qırıq-qırıq paralel olaraq bir növ biz deməmişdik. Çertyojda ölçülər hansı ölçü vahidi ilə göstərilir? Millimetrlə göstərilmiş olur. Detalın konturu deyir hansı xətlə göstərilir? Detalın konturu bütöv əsas xətlə göstərilmiş olur. Detalın çertyojunun görünüşünə aid deyil. Əsas görünüş, bəli, aiddir bu. Əsas görünüş aiddir. Aiddir. Soldan görünüş, bəli, bu da aiddir. Üstdən görünüş, bəli, bu da aiddir. Ön görünüş, yəni əsas görünüş də deyilir. Ön görünüş, əsas görünüş eynidir. Ancaq yandan görünüş deyə kitabda verilməmişdir. D variantı. Texniki təsvir hansıdır? Texniki təsvir hansıdır? Baxaq görək, texniki təsvirimiz hansıdır? Texniki təsvir, bax, D variantıdır. Çünki bir dənə təsvir verilib və bir dənə təsvirdir. Bir təsvirdə məmulatın 3 tərəfdən görüntüsü verilib. D variantı. Detalın çertyojunda verilən xətləri tapaq. Gəlin tapaq. Bax, bir dedik ki, nədir? Detalın, bax, 1. Detalın konturu 1. Bütöv əsas. Ölçü göstərilən, çıxarılan bütöv nazik. Simmetriya oxu iştirik nöqtəli. Dəliyin görünməyən konturu isə iştirikli. B variantımız olacaq. B. Baxın, müəllimələr. Variantı olacaq. Keçək növbəti testimizə. Yığma çertyojlarında məmulatın detalların adı, miqyası və materialı qeyd olunan xüsusi cədvəl necə adlanacaq? Bu spesifikasiyadır da. Məmulatın detalın adı, miqyası, material, bax, xüsusi cədvəl deyir. Cədvəl varsa, bu da olacaq spesifikasiya. Məmulatın həqiqi ölçüləri neçə dəfə bölündüyünü və kiçildiyini göstərən ədəd isə nə adlanacaq? Miqyas. Uyğunlaşdırma testidir, yenidən uyğunlaşdıraq. Miqyası böyütmək üçün, bax, 1, 2-nin 1-ə, 4-ün 1-ə, 5-in 1-ə. Miqyası kiçiltmək üçün isə 2 qoyaq. 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə, natural miqyas isə 1-in 1-ədir. İndi 1B,
1B, 2C, 3də A. Y variantı yenidən baxış keçirək. Aha. Miqyası böyütmək üçün 1B, 2C, 3də A. Y variantı oldu. Təsviri böyütmək üçün hansı miqyaslardan istifadə edilir? Təsviri böyütmək üçün 2-nin 1-ə, 4-ün 1-ə, 5-in 1-ə. B variantı. Kiçiltmək üçün deyəndə artıq 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə. Kiçiltmək üçün deyəndə müəllimələr, belə yadınızda saxlayın ki, kiçik rəqəm qarşıda gəlir. 1-in 2-yə, 1-in 4-ə, 1-in 5-ə. Verilənlərdən hansı natural miqyasa aiddir? Natural miqyas dedik ki, 1-in 1-ədir. B variantı. Uyğunlaşdırmadır yenə. Eskiz, texniki təsvir, çertyoj. Məlumatın çertyoj alətlərinin köməyi ilə yerinə yetirilmiş təsvirdir. Bu dediyi çertyojdur. 3. Nisbət nəzərə almaqla, ölçülər göstərməklə əllə yerinə yetirilmiş təsvir. Bu eskizdir. Tərəflər arasında nisbət nəzərə almaqla lazımi ölçülər və məlumatın materialı göstərməklə əllə yerinə yetirilir. Bu da texniki təsvirə aid olan bir hissədir. Deməli, bu 3. 1B, 2C, 1B, 2C, 3də A. D variantı. 1B, 2C, 3də A. D variantı. Məlumatın çertyojunu oxumaq nədir? Məlumatın çertyojunu oxumaq, müəllimələr, məlumatın adını və qrafik təsvirini təyin etməkdir. Xeyr. Məlumatın ölçüsünü və hazırladığım pəzdahı təyin etməkdir. Xeyr. Məlumatın adını, formasını, ölçülərini, material və miqyasını, eləcə də bu məlumatın təşkil olunduğu detalların sayını, baxın müəllimələr, detalların sayını, birləşmə növünü təyin etmək deməkdir. Deməli, doğru cavabımız C variantı oldu. C variantı oldu. Bütün çertyojlar nə ilə yerinə yetirilir? Bütün çertyojlar dedik ki, biz əl ilə və yaxud da ki, kompüterə müəyyən bir proqramlar var ki, o proqramları köçürərək çertyoju yerinə yetirə bilərik. Burada isə doğru cavabımız C variantı. Spesifikasiyada nə qeyd edilmir? Spesifikasiyada, baxın müəllimələr, aşağıdan yuxarı doğru gedək. Detalların adı qeyd edilir, material qeyd edilir, məlumatın adı qeyd edilir, məlumatın miqyası qeyd edilir, ancaq məlumatın qrafik təsviri isə spesifikasiyada qeyd edilmir. Detalın bir tərəfdən görünüşü harada öz əksini tapır? Detalın bir tərəfdən görünüşü biz dedik ki, eskizdə öz əksini tapır. Özdə hansı görünüş idi? Əsas görünüş. Spesifikasiya haqqında söylənilən fikirlərdən deyil, səhv olanı tapaq. Spesifikasiya qrafik təsvirlərin aşağı sağ küncündə verilir. Bəli, eskizin, texniki təsvirin, qrafik təsvirlərin bəli, doğrudur. Detalın adı, miqyası, təsviri və forması verilən təsvir və forması verilən xüsusi cədvəl formasıdır. Hələ ki, bu variant qalsın, çünki burada təsviri sözü var. Keçək digər bir variantlarımıza da baxaq. Məlumatın və detalların adı, miqyası, material qeyd olunan cədvəl formasıdır. Bəli, cədvəl formasıdır. Yığma çertyojlarında da istifadə edilir. Bəli, gəldik burada bizim səhv variantımız hansı olacaq? Detalın adı, miqyası, təsviri və forması verilən xüsusi cədvəl formasıdır. Burada qeyd elədim ki, əvvəlcədən də bax, burada təsvir. Ancaq spesifikasiyada təsvir verilmir. Səhv variantımız elə B variantıdır. Növbəti testimizə keçək. Məlumatın keyfiyyəti, işin vaxtına və materiala qənaət nədən asılıdır? Ölçmə və nişanlamadan asılıdır, müəllimələr. Ölçmə və nişanlamadan asılıdır. Nişanlanma xətləri nəyin vasitəsilə çəkilir? Nişanlama xətləri deyirsə, karandaş vasitəsilə çəkiləcək. Biz nədir? Biz çevrə və qövsləri nişanlayır, deşik açır. Bu biz deyil. Bu pərgərə aid olan hissə. Bu pərgərə aiddir. Deşmə yerlərini nişanlayır, deşik açır. Bəli, bizim tərifi elə budur. Digər tərəflərə də bax, nişanlama xətləri çəkir. Dedik, karandaşa aid olan bir hissədir. Əyri xətli səthlər çəkil, nişanlama aparılır. Bu heç birinə aid deyil. Bucaqlar nişanlanır və ölçülür. Bucaqlar nişanlanır, ölçülürsə, bu da transporterə aiddir. Yəni, cavab olacaq B variantı. Deşmə yerləri nişanlayır, deşik açır. Deşik açırsa, deşmə yerləri varsa, bu bizə aid olan bir hissədir. Metal ölçmə lenti.
Metal ölçmə lenti pəstağın təbəqələrindən paralel xətlər çəkir. Xeyr, paralel xətlər çəkən resmusdur. Paralel bizim açar sözümüz idi. Resmusun dairəvi detalların diametri ölçülür. Xeyr, dairəvi detalların diametri ölçülmür. Krom pərgarla ölçülür dairəvi detallar. Daha sonra kiçik ölçülü pəzdahlar ölçülür və nişanlanır. Bu da aid deyil. Bölgüləri olan xəttkeşin açar sözüdür. Kiçik ölçülü. İri ölçülü pəzdah deyirsə, iri ölçü xarrat günyəsinə aid olan bir hissə idi. Meşə və mişar materialı. Burada bizdən metal ölçmə lenti deyir də, bəli. Metal ölçmə lenti deyirdi. Meşə və mişar materialının ölçüm nişanlanmasında məhz metal ölçmə lentindən istifadə edilir. Xarrat metrəsi nədir? Xarrat metrəsi dedik, paralel xətlər varsa bu resmusdur. Dairəvi detallar deyil. Kiçik ölçülü dedik, bölgüləri olan xəttkeşdir. Kiçik ölçülü, iri ölçülü də məhz xarrat günyəsinə aid olan bir hissədir. Xarrat günyəsini açar məqamı demişdi ki, iri ölçülü pəzdahlar ölçülür. İri ölçülü. Meşə və mişar materialı da metal ölçmə lentinə aiddir. Bölgüləri olan xəttkeşlə hansı əməliyyatlar yerinə yetirilir, yəni icra edilir? Bölgüləri olan xəttkeş deyilsə, kiçik ölçü. Kiçik ölçü sözümüz varsa, kiçik ölçü. Bu bölgüləri olan xəttkeşə aiddir. Şəkildəki alət hansı işləri yerinə yetirir? Şəkildəki alət bildiyimiz kimi resmusdur. Resmusdan da dedi ki, pəzdağın təbəqələrini emal edərkən paralel xətlər çəkilir. Bax, paralel. Paralel bizim açar sözümüzdür. Paralel xətlər çəkir. Daha sonra bucaqlıq nədir? Bucaqlıq dedik ki, bucaqlığa baxanda düz bucağı xatırladır da. Yəni bizə bucaqlığın özünə baxanda düz bucağı xatırladır. Deməli bu düz bucaqlar yoxlanılır, ölçülür və çəkilir. Bax, düz bucaqlar. D variantı şəkildəki alətlə hansı işlər yerinə yetirilir? Şəkildəki alətlə baxaq görək hansı işlər yerinə yetirilir? Bu günyədir. Günyə dedik ki, sıxıcı viddən, xəttkeşdən və qəlibdən istifadə edilir. Müxtəlif bucaqlar, xeyr, bəli, müxtəlif bucaqlar deyirsə, bəli, müxtəlif bucaqlar məhz elə günyədir. Bucaqlar deyəndə bu düz bucağa aid olan bir şey, bir hissədir. Kiçik ölçülü deyirsə, bölgüləri olan xəttkeşdir. Düz bucaqlar yoxlanılır, ölçülür. Bucaqlar nişanlanır. Bax, bu B variantı transporterə aiddir. Kiçik ölçülü dedik ki, bölgüləri olan xəttkeş. Düz bucaqlar deyirsə, bu bucaqlıqdır. Paralel. Pəzdağın səthini emal edən zaman düz xətlər çəkir. Düz xətlər çəkir, heç birinə aid deyil. Deməli, günyəyə aid olduğu müxtəlif bucaqlar ölçülür və nişanlanır. Transporter nədir? Transporter dedik ki, müxtəlif bucaqlar deyil, müxtəlif bucaqlar günyəyə aid oldu. Bucaqlar. Bax, transporter bucaqlar nişanlanır və ölçülü, kiçik ölçülü bölgüləri olan xəttkeşdir. Düz bucaqlar da bucaqlığa aid olan bir hissədir. 68-ci suala keçək. 68-ci suala keçək. Ülgü haqqında söylənilən fikirlərdən hansı yanlışdır? Ülgü fanerdən və ya istənilən bərk materialdan hazırlanır. Bəli, doğrudur. Ülgü bir neçə detalın tez və dəqiq nişanlanmasına imkan verir. Bu da doğrudur. Ülgü eyni real ölçülərlə hazırlanmış detal formasıdır. Bəli. Bir pəzdağın üzərində yalnız bir ülgü yerləşdirmək olar. Xeyr, yalnız bir ülgü yerləşdirmək olmaz. Elə yanlış variant budur. Pərgar nədir? Pərgar deşik yerləri, çevrə və qövsləri nişanlayır. Pərgarın dedik ki, açar məqamı çevrə və qövs varsa, bu pərgara aid olan bir hissədir. A variantı. Xarrat bucaqlığı hansı materialdan hazırlanır? Xarrat bucaqlığı taxtadan və metaldan hazırlanır. Y variantı. Aşağıdakilərdən hansı yanlışdır? Xarrat günyəsi ilə müxtəlif bucaqlar nişanlanır, ölçülür. Bəli, müxtəlif bucaqlar. Xarrat günyəsi ilə nişanlanma zamanı verilmiş bucaq transporter üzrə qurulur. Bəli, bu da doğrudur. Xarrat günyəsi xəttkeşdən, qəlibdən və pazdan ibarətdir. Xeyr, xəttkeşdən, qəlibdən, pazdan yox. Paz burada səhvdir, vintdən. Bu yanlış cavab elə budur.
Yanlış cavabımız C variantıdır. Digər hissəyə baxaq. Ülgü fanerdən və ya istənilən bərk materialdan eyni real ölçülərlə hazırlanmış detal formasıdır. Bəli, bu da doğrudur. Reysmusla pəzdalın təbəqələrinə, bəli, paralel. Bəli, bu da doğrudur. Ancaq yanlış olan dedik ki, yanlışı deyirdi bizdə. Bax, C variantıdır ki, bu bizim yanlışımızdır. Çünki xarrat günyəsi xəttkeşdən, qəlibdən və vintdən ibarətdir. Pazdan ibarət deyil. Bax, burada da bu hissələrdə də müəllimələr şəkli verilmişdir. Tapa bilmədim. Bu reysmusdur. Hə, burada. Sıxıcı vint. O, görürsünüz, xəttkeşdən, sıxıcı vintdən və qəlib hissədən ibarətdir. Hə. İndi isə müəllimələr keçək növbəti testimizə. Davam eləyən testimizi bir neçə eyni detalın nişanlanması nəyin vasitəsilə aparılır? Bir neçə eyni detalların nişanlanması dedik ki, ülgü vasitəsilə aparılır. Deşmə yerlərini nişanlamaq və deşmək üçün nədən istifadə edir? Bax, deşmə yerlərini deşmək varsa, bu da bizə aid olan bir hissədir. Reysmusun hissələrini seçək. Reysmusun hissələri qəlib, daha sonra paz, 1, 2, kiçik mismar, 1, 2, 5, meydança və tirciklərdən ibarətdir. 1, 2, 5, 6, 7. 1, 2, 5, 6, 7. C variantımız olacaq. Uyğunlaşdırmadır müəllimələr. Gəlin uyğunlaşmağa baxağın. Düz bucaqlar ölçülür və nişanlanır. Düz bucaqlar dediksə 1 bucaqlığa aid edildi. Pəzdalan paralel deyirsə müəllimələr reysmus da, ancaq bizdə reysmus verilməyib. Bunu götürmürük. Müxtəlif bucaqlar ölçülür və nişanlanır. Müxtəlif bucaqlar dedik ki, xarrat günyəsidir. 2 1A 2C 1A 2C 1A 2C. Daha sonra bucaqları ölçür və nişanlayır. Burada transporter verilmişdir. Dedik ki, müəllimələr, burada düz bucaqlar ölçülür, nişanlanır. Bunu götürdük biz, 1-ə götürdük. Xarrat günyəsi dedik ki, müxtəlif, bəli, müxtəlifdir, 2C-dir. 3-də D-dir, bucaqlar. 3-də D-dir. 3-də D-dir. 1A, 2C, 3D-dirsə, onda olacaq D variantımız. Pəzdanın təbəqələrində hansı alətlə paralel xətlər çəkilir? Dedik, paralel varsa, bu reysmusladır. Deşik yerlər, çevrə və qövslər. Deşik yerlər, çevrə və qövslər deyirsə, bu olacaq pərgar. Metal ölçmə lenti ilə hansı işləri yerinə yetirir? Mən dərsimin izahında dedim ki, 3 dənə M. Meşə və mişar materialları ölçülür və nişanlanır. İri ölçülü pəzdalları ölçmək üçün iri ölçülü deyirsə, müəllimələr, açar məqamımız iri ölçülü idi. Xarrat metrəsidir. Bunu götürürük. Daha sonra uyğunlaşdırmadır. Yenidən uyğunlaşdırmadır. Uyğunlaşdırmamızda baxar. Xarrat metrəsi, metal ölçmə lenti, bölgüləri olan xəttkeş. Kiçik ölçülü pəzdallar ölçülür. Bölgüləri olan xəttkeş A3-ə gedir. Meşə və mişar materialları 2. Bölgüləri olan kiçik, müəllimələr, bir dəqiqə. Xarrat metrəsi müəllimələr, üzr istəyirəm. Burada xarrat metrəsi olacaq
Aha, xarrat metrəsi iri ölçülü pəzdahlar. Çünki dedik, iri ölçülü varsa xarrat metrəsinə aiddir. Bax, 1C-yə getdi. Metal ölçmə lenti 2B-yə getdi. Bölgüləri olan xəttkeş də 3-ə gedir. Deməli, belə olacaq. 1C, 1C, 2B, 3-də A. 1C, 2B, 3-də A. C variantımız olacaq. Xarrat künyəsinin hissələrini seçək. Xarrat künyəsi dedik ki, 3 hissədən ibarətdir. Sıxıcı vintdən, xəttkeşdən və qəlib hissədən ibarətdir. Sıxıcı vint, qəlib və xəttkeş. Kiçik mismardır, tircikdir, pazdır. Bunlar resmusun hissələrinə aiddir. 1, 4, 5. Hansı variant olacaq? 1, 4, 5, B variantı. Fanerdən və ya istənilən bərk materialdan eyni ölçülərdə hazırlanmış detal formasıdır. Bu nə oldu müəllimələr? Bu ülgüdür. Cavabımız olacaq ülgü. Nişanlama xətləri nə ilə çəkmək olar? Nişanlama xətləri nəyin vasitəsilə çəkirik? Əlbəttə ki, bunu karandaş vasitəsilə çəkmiş oluruq. Nişanlama xətləri deyir çünki. Pəzdahın üzərində emal sərhədlərinin və yerini göstərən kontur nöqtələrin və xətlərin çəkilmə prosesi necə adlanır? Bax, emal sərhədlərinin yerini göstərən kontur nöqtələrin, xətlər sözü varsa, bu bilirik ki, nişanlamaya aid olan bir hissəsidir. Pərgarın hissələrini seçək. Pərgarın hissələrini onu qeyd edim ki, müəllimələr 5-ci sinifdə hissələri yoxdur. Aşağı sinifdə yəni hissələri verilib. Bax, bu pərgarın hissələri hansı hissələrdən ibarətdir? Başlıqdan, qrifeldən, qollardan və iynə hissədən ibarətdir. 1, 3, 5, 7. 1. Başlıq, qrifel, qollar və iynə hissədən ibarətdir. 1, 3, 5, 7. Deşmə yerlərinin nişanları deşik açır. Deşmə yerlərini nişanlamaq, deşik açmaq varsa, dedik ki, bu bizdir. Keçək 4-cü mövzumuza. Çox qiymətli qida məhsuludur. Çox qiymətli qida məhsulu həm 5-ci sinifdə tərəvəzlərdə deyilir. 6-cı sinifə keçəndə isə orada görəcəyin ki, meyvələrə də qiymətli qida məhsulu deyilir. İndi hələ ki biz 5-ci sinif mövzunun test izahlarını eləyirik deyə biz burada götürəcəyin tərəvəz götürəcəyin. Qidalı maddələr kökündə yerləşən tərəvəzlərə aid olanları seçin. Kökündə deyirsə, müəllimlər, aşağıdan yuxarıya doğru cəfəri, keşni, şüyüd, yarpaqda, soğan, sarımsaq, reyhan, bu deyir, pomidor, xiyar, kələm, kök, pomidor, bibər, kök, çuğundur, turp. Müəllimlər, A variantıdır. Kökündə yerləşən kök, çuğundur və turpdur. Qidalı maddələr yarpağında yerləşən tərəvəzlər isə, yəni göyərtilərimizi deyir. Burada keşni, şüyüd, nanə, cəfəri. Qidalı maddələr meyvəsində yetişən tərəvəzlərə hansılar aiddir? Meyvəsində yetişirsə, bax, meyvədə sarımsaq aid deyil, kişniş aid deyil. Müəllimələr, bir də onu qeyd edim ki, variantları çıxdaş yolu ilə də tapa bilərsiniz. Meyvəsində yetişən pomidor, xiyar və bibərdir. 16-cı əsrin ortalarında pomidor Avropaya haradan gətirilmişdir? Avropaya əlbəttə ki, Cənubi Amerikadan gətirilmişdir. Pomidor şitilləri becərən zaman ilk hansı mərhələdən keçir? İlk dedik ki, müəllimələr, ilk mərhələmiz hansı idi? Onun texnoloji xəritəsi hazırlanmış olur. Pomidor hansı dildə qızıl alma deməkdir? Pomidor İtalyan dilində qızıl alma deməkdir. Daha sonra müəllimələr, pomidor toxumları 2-3 saat harada saxlamaq lazımdır? Bildiyimiz kimi isitmə sisteminin yanında saxlamaq lazımdır. 30 dəqiqə isə deyəndə manqan məhlulunda saxlayırıq.
Uyğunlaşdırmalara baxaq, uyğunlaşmağa baxaq. İlk cücərtilər çıxmağa başlayır. İlk cücərti çıxmağa başlayır 4-6 gündən. Bura A. Ştillərin yeri dəyişdirilir. 3-4 yarpaq açanda. 3-4 yarpaq açanda yeri dəyişdir. Ştillər bir-birindən hansı məsafədə? 8-12 sm məsafədə əkilir. Ştillər daimi yerinə isə ştillərin hündürlüyü 10-15 sm çatanda daimi yerlərinə əkilir. İndi variantı uyğunlaşdıraq. 1A, 2C, 3B, 4 də D. 1A, 2C, 3B, 4D. Olacaq bizim elə D variantımız. 1 çünki A oldu, 2 C oldu, 3B, 4 də D. D variantımız olacaq. Uyğunluğu müəyyən edək. Qidalı maddələr deyir kökündə yığılır. Kökdə yığılanlar hansılardır? Bu A. Kökündə bax, kök, çuğundur, turp. A. Kökündə. Qidalı maddələr yarpağında yığılır. B. Qidalı maddələr meyvəsində yığılır. Bu da pomidor və xiyarda. Bir də C. İndi gəlin uyğunlaşdıraq. 1C, 2B. 1C, 2B, 3 də A. B variantı müəllimələr. Bax. Pomidor və bir dənə gözləyim müəllimələr. Dedik ki C. Qidalı maddələr meyvəsində yığılır. 1, bəli, C-yə getdim. 2, qidalı maddə yarpağında yığılır. Keşniş, 3, zəfəri. 3 də kökündə yerləşdim. B variantı. Ədviyyat kimi istifadə edilən tərəvəzləri seçək. Gəlin seçək görək ədviyyat kimi istifadə edilən tərəvəzlərimiz. Tərəvəz deyəndə, yəni göyərtilərimiz keşniş, nanə. Keşniş, nanə. Pomidor Avropaya nə zaman gətirilib? Pomidor Avropaya 16-cı əsrin ortaları gətirilib. Cənubi Amerikadan. Pomidorlar bir-birindən nə ilə fərqlənmir? Fərqlənmir deyir müəllimələr. Diqqətlə baxın. Dadına, rənginə, quruluşuna, yetişdiyi ölkəyə görə isə fərqlənmir. Pomidor necə bitkidir? Pomidor müəllimələr. Bax, birillik, işıq sevər, isti sevər. Ot bitkisidir. Ot bitkisidir. Pomidor kolunda zoğlar nə üçün budanır? Bax, pomidor kolundakı zoğlar ona görə budanır ki, məhsuldarlığı azaltdığını, yetişməni yubatdığı üçün. Elə A variantıdır. Doğru cavabımız. Pomidor bitkisinin cücərmədə meyvələrinə yetişməsinə qədər olan dövr, vaxt 100-130 gün təşkil edir. Drenaj nədir? Drenaj fransız sözü olub, xəndəklər və borular vasitəsilə torpağın suzlaşdırılması. Pomidor toxumları isitmə sisteminin yanında dedik neçə saat qalacaq? 2-3 saat. Manqa məhlulunda isə 30 dəqiqə saxlamaq lazımdır. Cücərtilər nə zaman çıxmağa başlayır? Cücərtilər 4-6 gündən çıxmağa başlayır. Ştillərin yeri nə zaman dəyişdirilir? Ştillərin yeri nə zaman dəyişdirilir? Hansı ki 3-4 yarpaq açanda, ştildə 3-4 yarpaq açanda yerini dəyişmək lazımdır. Ştillər daimi yerlərinə nə zaman əkilir? Deməli, ştillərin hündürlüyü artıq 10-15 sm olanda onların yerini dəyişmək lazımdır. Ştillər bir-birindən hansı məsafədə əkilir? Ştillər bir-birindən 8-12 sm məsafədə əkmək lazımdır. Daha sonra qida çuğunduru nədir? Qida çuğunduru tünd qırmızı rəngli tərəvəz bitkisidir. Şorba, salat və şirələrin hazırlanmasında istifadə edilir. Digər variantlara da baxaq. Tünd qəhvəyə rəngli tərəvəz bitkisidir. Xeyr, tünd qırmızı rəngli tərəvəz bitkisidir. Şirələrə gözəl rəng vermək üçün. Xeyr,
tünd qırmızı rəngli tərbəz bitkisidir. Ondan şəkər əldə edilir. Deməli bizə 5-ci sinifdə tərifi, çuğundurun tərifi belə verilmişdir. Tünd qırmızı qida çuğunduru, yəni tərifi belə verilmişdir ki, tünd qırmızı rəngli tərvəz bitkisidir. Şorba, salat və şirələrin hazırlanmasında istifadə edilir. Pomidor toxumları əkmək üçün yeşiyə nə qədər torpaq dökmək lazımdır? Yeşiyə nə qədər torpaq dökürük? 15-20 santım. 15-20 santim torpaq dökmək lazımdır. Vitamin C-nin miqdarına görə fərqlənən tərəvəzlər hansıdır? C-nin miqdarına görə dedik ki, soğan və sarımsaqdır. Pomidor bitkisi haqqında verilənlərdən hansı doğrudur deyir. Bax, doğrunu sorunçur müəllimələr. Doğrunu sorunçur. Bir illik işıq sevən, isti sevən çol bitkisidir. Bax, burada çol yazılıb, hələ ki qalsın. 16-cı əsrin ortalarda Cənubi Afrikadan Avropaya gətirilib. Afrika deyildi. Bu da səhvdir. Daha sonra İtalyan dilində qızıl alma deməkdir. Bəli, elə doğru variantımız budur. Toxumlar əlavə tullantılardan təmizləmək üçün sodalı məhlulda saxlamaq lazımdır. Bu da səhvdir. Manqan məhlulunda olmalıdır. Toxumlar 30 dəqiqə isitmə sistemi yaxın yerdə 2-3 saat idi, 30 dəqiqə manqanda idi. Burada isə müəllimələr, bir illik işıq sevən, isti sevər, çol yox, ot bitkisidir olmalıdır. Bax, ona görə də bunu səhv götürdük. Doğru cavabımız oldu. İtalyan dilində qızıl alma deməkdir. Pomidor bitkisi haqqında söylənilən fikirlərdən hansı yanlışı sorunçur müəllimələr? Bax, burada yanlışı sorunçur. Pomidor bir illik işıq sevər və isti sevər ot bitkisidir. Doğrudur. Pomidor bitkisi 16-cı əsrin ortalarında Cənubi Amerikadan Avropaya gətirilib. Düzdür. Pomidor bitkisinin zoğlarını məhsuldarlıq artırdığı və yetişməni tezləşdirdiyi üçün budamaq lazımdır. Elə səhv variantımız budur. İlk cücərtilər 4-6 gündən çıxmağa başlayır. Doğrudur. Pomidor bitkisinin cücərmədən yetişməsinə qədər olan dövr isə 100-130 gün təşkil edir. Bu da doğrudur. Müəllimələr, bugünkü testlərimizin izahları bu qədər. Digər dərslərimdə də o birisi mövzuların testlərini də izah edəcəm. Hələlik.